Və həmçində bax elə müsəlmanların öz aralarında bax bir-birinə qarşı əxlaqlı olması, bir-birlərini dost tanışların, qardaşların bir-birini sevməsi, bir-birlərinə güzəştə getməklər. Bu gün ən çox narahat edən şeylərdən biri də dünən dost yoldaş idilər, bu gün artıq küsüblər. Adi boş-boş şeylərə görə. Deyir qardaş, yəni bu dostluq, qardaşlıq bu da bir ailə kimi bir şeydir. Həmişə mən nəyə misal çəkim? Deyirəm bax qardaş, o küsürlərə deyirəm, mənasız şey görə küsüb, şirdib, pis zən üzərində özünə hekayə qurur, əhkamlar quran küsüb dalaşanlar deyirəm qardaşım. Neçə vaxtdır dost yoldaşsınız da, yəni siz birimizi tanımadınız ki, birdən-birə bir şey olan kimi həmən dağılışdınız, aralandınız. Deyirəm ailədə belə misal gətirirəm. Məsələn, kişi qadınla mübahisə edəndə zar. Həmən asan xidmətə gedmir ki, ayrıldı, boşandı, yox. Əsəbləşir, başa düşdüm, qışqır, bar küsür, sonra yenə 3-4 gün barışırlar, düzdürmü qardaş? Getmədi ki, asan xidmətə boşanmağa. Deyirəm, bu da bir ailədir də qardaşım. Bugün dostluq ola bilər, sən də insansan, mən də insanam. Bir söz deyərəm, xətrimə deyər, sən deyərsən, xətrimə dəyər. Bu 3 gün çəkəcək də. Şəriətdə küslülük 3 gündür. Madem sən məni tanıyırsan, mən səni tanıyıramsa, niyə bir-birimiz haqqında pis zənd olaq ki, misal üçün Kamal bunu qəsd edirdi, ona görə belə dedi. Və Vüqar bunu qəsd edirdi, ona görə qəsdən bunu belə dedi. Yəni sən əgər məni tanımısansa və ya mən səni tanımışamsa, deməli bizim aramızda bu cür zənlər olmamalıdır. Küsərik, dalaşarıq, sonra yenə barışıb, yenə mehriban olarıq da. Ailədə dalaşanda boşanmağa gedmirsən ki, həmən söhbətdir də. Bu da bir ailədir qardaş. İnsan təskinliyi harda tapır? Ailəsində, qardaşlarının, dostlarının yanında, düzdür qardaş. Biraz dincəlirsən də həmçinin. Belə olmalıdır da. Qardaşlıq bu nə üçündür bəs?